müxtəlif səbəblərdən qaça-qaçla işə, dərsə və ya evə tələsirik. Lakin qaçış tələsik addımlar demək deyil. Bu parkda da bir çox insanlar hər gün qaçışla məşğuldur. Gəlin, onların elə özlərinə yaxınlaşaq. Qaçış onlar üçün nə deməkdir? Qaçışa necə başladınız və artıq qaçışla məşğul olandan sonra özünüzdə hansı dəyişikliyi hiss etdiniz? Qaçışı, belə deyim, əslində əvvəldən heç sevməmişəm. Çünki qaçışı düzgün təbliğ eləmirdilər. Düzgün texnika ilə tələsmədən, özümü çox yormadan, özümə, belə deyim, zövq alaraq qaçmağa başladım. Özümü daha enerjili hiss eləməyə başladım. Ümumiyyətlə, mən qaçışla hardasa 10-15 ildir məşğul oluram. Təzə-təzə stadionda başladım qaçmağa, daha sonra başladım şəhərdə qaçmağa. Ümumiyyətlə, idmanda uğurun əsas sirri davamiyyətdir. Qaçış da elə bir idman növüdür ki, onu davamlı şəkildə çox rahat eləmək olur. Çalışıram həftədə 2 dəfə minimum qaçım, imkan olanda 3 dəfə də qaçıram. Çox yaxşı təsir eləyir. Adətən səhərlər qaçıram. Qaçış çox yaxşı təsir eləyir. Gün ərzində, belə deyək, enerjili olursan, yorğunluq az olur. Qaçmağa başlayanlar ilk olaraq pəncə hissəni dəstəkləyən, ayağı zədələməyən idman ayaqqabısı geyinməlidir. Qaçarkən burunla nəfəs alıb ağızla verməyə çalışmaq lazımdır. Qaçış öncəsi diqqət edəcəyimiz vacib məqamlardan biri də isinmə hərəkətləri ilə başlamaqdır. Fizioloqlar deyirlər ki, hər gün 10-30 dəqiqəlik yüngül qaçış qan dövranını yaxşılaşdırır, immuniteti gücləndirir, stres hormonunu azaldır, yuxu keyfiyyətini artırır. Qaçış zamanı beyində xoşbəxtlik hormonu, serotonin ifraz olunur. Yəni qaçış təkcə əzələləri deyil, insanın ruhunu da qidalandırır. Lakin burada da diqqət etməli məqamlar var. Qaçış hər insana uyğun olmaya bilər. Bəzi insanlar hansı ki, xroniki xəstəliklərdən əziyyət çəkir, onurğada müəyyən problemlər var, onurğada fəqərə arası disklərin yırtığı, menisk problemləri, dizlərdə artroz, qığırdaq yeyilməsi və digər problemləri olan insanlar qaçışa qoşulanda həmən bu problemlərin artmasını müşahidə edə bilərlər. Bu xəstəliklər daha da, gedişatı daha da ağırlaşa bilər, ağrılar ortaya çıxa bilər. Qaçış müəyyən bir rejimlə olmalıdır. Yəni, əvvəl ilk olaraq daha çox orta intensivliklə, yürüyüşlə başlasa, sonra qaçış, sonra yenə yürüyüşə keçməlidir. Qaçış dünyanın ən populyar fiziki fəaliyyətlərindən biridir. Elə ölkəmizdə də kifayət qədər sevilir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən qaçış marafonları bu idmanı gündəlik həyatımızın bir parçasına çevirir. Asuman Pünhan, Ramin İsmailov, Həsənağa Dadaşov.